Salam müəllimlər, xoş gördük hər birinizi. Bugünkü mövzumuz tənqidi və yaradıcı təfəkkür haqqında olacaq. Biz ümumiyyətlə sizinlə öyrəndik, təfəkkürün 3 əsas növü var, 3 növü var. Məntiqi, tənqidi və yaradıcı təfəkkür idi. Təfəkkürün ən aşağı səviyyədə olan növü məntiqi, ikinci yerdə, yəni ikinci səviyyədə olan tənqidi təfəkkür, ən üst səviyyədə olan isə yaradıcı təfəkkür idi. Biz hətta idrak taksonomiyasını, Bloom idrak taksonomiyası mərhələlərini öyrəndiyimiz zaman aşağı təfəkkür səviyyəsi və yuxarı təfəkkür səviyyəsindən bəhs etmişdik. Deyirdik aşağı təfəkkür səviyyəsinə aid olan mərhələlər xatırlamaq, anlamaq və tətbiq etmə mərhələləridir. Bunlar həm də məntiqi təfəkkürə aid olan mərhələlərdir. Deməli, biz xatırlamaq, anlamaq, tətbiq etmə mərhələlərini daha çox məntiqi təfəkkürə uyğun götürəcəyik suallarda qarşımıza çıxdığı zaman. Təhlil etmə və dəyərləndirmə mərhələsi tənqidi təfəkkürə uyğundur daha çox. Yaratmaq mərhələsi isə yaradıcı təfəkkürə uyğun gəlir. Və yadımızda saxlayaq ki, necə ki idrak taksonomiyasında ən üstün mərhələ yaratmaq mərhələsi idi, hansı ki ondan sonra başqa bir mərhələ yox idi. Eləcə də təfəkkürün növündə ən üstün yaradıcı təfəkkürdür. Məntiqi təfəkkürdən biz bəhs etmişdik. Məntiqi təfəkkür nəyə xidmət edir? İndi isə tənqidi təfəkkürdən bəhs edək. Tənqidi təfəkkür dediyimiz zaman nə nəzərdə tutulur? Tənqidi təfəkkür faktları, problemi və qarşıya çıxan məsələləri düzgün anlamağımız, təhlil etməyimiz, dəyərləndirməyimiz və problemi səmərəli həll etmə bacarığımızdır. Biz demişdik məntiqi təfəkkürdə problemi sadə yolla həlli, amma tənqidi təfəkkürdə deyəcəyik problemin səmərəli yolla həll etmə bacarığı. Tənqidi düşüncə hər hansı bir məsələyə doğru, qərəzsiz yanaşmağımız, aydın və rasional düşünmə bacarığımızdır. Tənqidi düşünmə həyati bir bacarıqdır. 21-ci əsrdə bizim istər düşüncəmizdə, istər şəxsi, istərsə də iş həyatımızda ən çox tələb olunan və ehtiyac duyulan məsələdir. Ümumiyyətlə isə tənqid etmək və tənqidi təfəkkür anlayışları var. Hər ikisi tamamilə fərqli anlayışlardır. Biz bunları bir-biri ilə qarşılaşdırmayaq, yəni və yaxud da qarışdırmayaq. Çünki tənqid etmək hər hansı bir məsələdə yalnız səhvləri və yaxud da neqativliyi demək və yaxud da belə deyək də, tutalım ki, hər hansı bir şəxs bir filmə baxır, filmə baxdığı zaman onun darıxdırıcı olduğunu düşünür və onun haqqında belə deyək də, neqativ fikirlər irəli sürür. Bu tənqid etməkdir. Yəni məsələn bir filmə baxıram və deyirəm ki, bu çox darıxdırıcı filmdir, heç xoşuma gəlmədi. Amma tənqidi təfəkkür tamamilə fərqlidir. Yəni nə deməkdir? Tənqidi təfəkkürdə olan insan hər hansı bir məsələ ilə bağlı fikir bildirərkən, münasibət bildirərkən onu əsaslandırır da. Baxın, deyir tənqidi təfəkkür hər hansı bir məsələ ilə bağlı hərənin öz yanaşması, məsələyə öz münasibəti ola bilər. Əsas odur ki, insan dediklərini əsaslandıra bilsin. Baxın budur. Tənqid etməkdə əsaslandırma yoxdur. Sadəcə xoşum gəlmir, sevmirəm, darıxdırıcıdır, pisdir. Amma mən bunu əsaslandırmıram. Arqument gətirmirəm ki, mən nəyə əsasən bunu darıxdırıcı və sıxıcı bilirəm, görürəm və yaxud da hiss edirəm. Bunu demir. Amma tənqidi təfəkkürdə olan şəxs həmin film haqqında bu fikirləri yürüdərkən əsaslandırmalar gətirir. Məsələn, obrazların roluna əsasən və yaxud da ssenaryonun yazılışına, ümumiyyətlə burada baş verənlərə qarşı öz münasibətini bildirərək, arqument gətirərək, əsaslandırma edərək düşüncələrini dilə gətirir. Baxın, tənqid etmək və tənqidi təfəkkür tamamilə fərqli başqa anlayışlardır. Tənqidi təfəkkür obyektiv düşünmədir. Yəni obyektivlik tənqidi təfəkkürün ən mühüm tələbidir. Bu o deməkdir ki, biz problemi təhlil edərkən, qərar qəbul edərkən şəxsi düşüncələrdən, emosiyalardan uzaq olmalıyıq. Problemi yalnız dəqiq informasiyalar üzərində təhlil edərək rasional qərar qəbul etməliyik. Yəni məsələlərə obyektiv, qərəzsiz yanaşma göstərməliyik. Bu nədir?
Tənqidi təfəkkür. Deməli, tənqidi təfəkkürdə problemin daha doğrusu üzr istəyirəm, səmərəli yolla həlli, doğru, gərəzsiz yanaşma məsələlərə, aydın və rasional düşüncə, obyektivlik nümayiş etdirmək aiddir. Tənqidi düşünən insan haqqında bəhs edək. Tənqidi düşünən insanda hansı bacarıqlar, hansı xüsusiyyətlər olmalıdır? Baxın, deyir ki, problemi düzgün müəyyənləşdirmək. Yəni tənqidi düşünən insan hər hansı bir məsələdə, hər hansı bir problemdə o problemin düzgün müəyyənləşdirməyə çalışır. Problemi yaradan səbəbləri axtarır. Həmin o problemlər haqqında informasiyalar toplayır və həmin informasiyaları nə edir? Emal edərək qruplaşdırır və sistemli şəkildə problemlərə həll yolu tapır. Daha sonra tənqidi düşünən insan məntiqi cəhətdən əsaslı, əsassız fikirləri bir-birindən ayırır. Fikrini əsaslandıran zaman dəlillərdən düzgün, gərəzsiz şəkildə istifadə edir. Əgər hər hansı bir məsələ haqqında fikir yürüdən zaman kifayət qədər sübutu yoxdursa, mühakiməsini kənara qoyur və bir işi görməmişdən əvvəl onun mümkün nəticələrini görə bilir. Müstəqil şəkildə öyrənə bilir və yaxud da ən azından bu cür öyrənməyə maraq göstərir və yaxud da hər hansı bir fikrin çoxları tərəfindən qəbul edilməsinin, həmin fikrin etibarlı olub-olmaması arasındakı fərqi görə bilir. Müxtəlif baxışları təhrif etmədən, süni şəkildə şişirtmədən və ya ələ salmadan təqdim edə bilir. Özünün fikirlərinin yanlış ola biləcəyi, fikirlərində qərəzliliyə yol verə biləcəyi ola bilsin ki, şəxsi seçimlərini dəlillərdən üstün tutduğunu qəbul edir. Baxın, bunlar tənqidi düşünən insana aid olan xüsusiyyətlərdir. Yəqin ki, hər birimizdə artıq tənqidi düşüncə haqqında müəyyən bir anlayış ortaya çıxdı ki, tənqidi düşüncə nə deməkdir, tənqidi təfəkkür nə deməkdir. Açar sözləri problem, səmərəli həll etmə, süni şəkildə şişirtmədən fikrini əsaslandırma, aydın, rasional düşüncə, gərəzsiz yanaşma, sübut, dəlil, arqument gətirmə, müstəqil öyrənmə. Bunlar hər birisi tənqidi düşüncəni, tənqidi təfəkkürü formalaşdıran açar məqamlardır. Münasibət bildirmək, mövqeyimizi bildirmək, bunlar da hər birisi tənqidi təfəkkürə aid. Ümumiyyətlə situasiyalarda, əgər o situasiyadakı hansı bir məsələ ilə bağlı bir şəxs mühakimə yürüdür, fikir bildirir, münasibətini bildirir, əsaslandırmalar aparır, fikrini əsaslandırır, arqumentlər gətirir, faktlar gətirir. Bu kimi hallara rastlaşdığımız zaman birinci bu artıq tənqidi təfəkkürə aid olan düşüncələrdir. Tənqidi düşünmək üçün insan məsələyə necə yanaşmalıdır? Bunun üçün müxtəlif yollar var. Məsələn, tənqidi düşünmək üçün mən məqsədyönlü suallar verməyə bacarmalıyam, müxtəlif suallar verərək. Vacib informasiyalar toplamağı bacarmalıyam. Hamı tərəfindən qəbul edilmiş məsələlər şübhə ilə yanaşaraq yenidən müzakirəyə çıxarmağı bacarmalıyam. Yenə də qeyd edirik, obyektiv olmalı və məsələlərə qərəzsiz yanaşmalıyıq. Mühakimə yürütmək, ədalətli qərar vermək üçün faktların obyektiv analizini ehtiva edir tənqidi təfəkkür müəllimlər. Demək olar ki, biz bunu daha hər dəfə vurğuladıq ki, tənqidi təfəkkürdə hansı xüsusiyyətlər əsas yerdədir. Tənqidi təfəkkür bacarıqları təlimdə necə formalaşdırmalıdır? Yəni, müəllimlər şagirdlərdə tənqidi düşüncə bacarığını necə formalaşdırmalıdır? Bunun üçün müxtəlif texnikalar vardır. Hansı texnikalardır bunlar? Gəlin bir-bir tanış olaq bu texnikalarla. Bunlardan ilk öncə 4N1KH, yəni sual-cavab texnikasından bəhs edəcəyim. 4N1KH deyəndə nə nəzərdə tutulur? Bunun açılışı nədir? 4N, yəni N ilə başlayan suallar. Nə, niyə, necə, nə zaman? 1K, yəni kim sualı və H, yəni harada sualı. Bu suallar ətrafında aparılan bir prosesdir və bunun nəticəsində biz şagirdlərdə tənqidi düşüncəni formalaşdırırıq. Hər bir sual deyir, əvvəl verilmiş suallara alınan cavabları dəqiqləşdirməyə və konkretləşdirməyə xidmət etməlidir. Suallar elə qurulmalıdır ki, cavabları bəli və xeyir olmasın. Yəni,
Suallar bunların ətrafında olacaq, amma cavabları bəli və ya xeyr şəklində olmamalıdır. Yəni mümkün qədər ətraflı cavablar verməliyik, detalları təyin etməliyik, həqiqi cavabları üzə çıxarmalıyıq. Yəni bəli, xeyr şəklində cavablar olmamalıdır. Məsələn, nümunə olaraq belə bir nümunə verə bilərik. Tutaq ki, avtomobilin sürətlər qutusunda problem yaranıb. Bu zaman usta problemi həll etmək üçün müxtəlif suallar verə bilər. Avtomobildə olan problem necə hiss olundu? Avtomobildə ən son dəyişilən detal nə olub? Avtomobildəki problem ilk dəfə nə zaman baş verib? Avtomobildəki bu problemi ilk olaraq kim hiss etdi? Avtomobili harada sürərkən problem daha çox hiss olunur? Diqqət etdinizsə, biz burada verilən suallar ətrafında, baxın, bu suallar ətrafında qurduq suallarımızı. Necə, nə zaman, kim, harada. Bax, bu üsul olur 4N1KH üsulu. Sual-cavab texnikasıdır. Hansı ki, biz bu sualları cavablandırdıqca şagirdlərdə tənqidi düşüncə bacarığı formalaşır. İkinci texnika hansıdır? Sokrat dialoqudur. Sokrat dialoqu, yəni bu üsulda verilən mövzu ətrafında müzakirə apararkən fikir bildirən şəxsə verilən cavabdan yeni sual çıxarmalıdır, müəllim və ya şagird tərəfindən. Yəni nə deməkdir Sokrat dialoqunda? Sokrat dialoqunda proses belə gedilir. Sual verilir, cavab verilir, suala əsasən yenə, yəni cavaba əsasən yeni bir sual ortaya çıxır. Tutaq ki, mən bir sual verirəm, siz ona cavab verirsiniz. O cavaba uyğun yeni sual verirəm. Yenə cavab verirsiniz və cavaba uyğun bir də sual verirəm. Yəni bu sonsuza qədər bu sual-cavab prosesi gedə bilər. Düzdür? Amma sonunda bir qapalı sual verərək, yəni bitiş eləyə bilirik bu prosesə. Bu Sokrat dialoqudur. Ümumiyyətlə bu yəni o vaxt Sokrat heç vaxt suala deyir birbaşa cavab vermirdi. Kimsə ondan nəsə soruşanda və yaxud da məsləhət istəyəndə Sokrat həmin şəxsin özünə bəzi suallar verərək onun nəticəyə gəlməsinə səbəb olurdu. Bax, buna əsasən də elə Sokrat dialoqu ortaya çıxıbdır. Məsələn, nümunəyə baxaq. Deyir, pasiyentim mənə deyir ki, əgər gündə 1 saat əllərimi yumasam, rahat ola bilmirəm və mənimlə pasiyentin arasında belə bir dialoq olur. Gündə əllərinizi 1 saat yumasanız tam olaraq nə olur? Cavab verir. Əllərim çirkli olur. Cavaba əsasən yeni sual ortaya çıxır. Əllərinizin çirkli olması niyə görə pisdir? Çünki yemək bişirəndə əllərimdəki mikrob yeməyə keçəcək. Sizcə bu halda nə olacaq? Uşaqlarım zəhərlənəcək yaxud da öləcək. Tanıdığınız insanların neçəsi 1 saat əl yuyur? Demək olar ki, heç biri. Bəs onların evində tez-tez zəhərlənmə ya da ölüm halları olur? Yox, heç olmur ya da nadirən olur. Bəs axı əlləri 1 saat yumamaq zəhərlənməyə və ya ölümə səbəb olurdu? Deməli, yanlış düşünürəm. Əllərimi bu qədər yumağa ehtiyac yoxdur. Bax, bu nədir? Sokrat dialoqudur. Sual-cavab. Yenə sual-cavab. Yəni, hər cavabıma əsasən yeni bir sualın ortaya çıxmasıdır. Bax, bu olur Sokrat dialoqu. Üçüncü bir texnika yad planetlər üçün səyahət turudur. Yad planetlər üçün ümumiyyətlə səyahət turu deyəndə nə nəzərdə tutulur? Bu tapşırıqda şagirdlərə imkan verir ki, həm fərd, həm də cəmiyyət olaraq necə olduğumuz haqqında dərindən fikirləşə bilsinlər. Öz fikirlərini, fərziyyələrini, adi həyatda bizə çox adi gələn, heç düşünmədiyimiz mövzuları tədqiq etsinlər. Bunun üçün də nə edirik? Şagirdlərə bir ssenari verilir. Şagirdlərə ssenari verilir, təqdim olunur və onlar yoldaşları ilə bir-biri ilə müzakirə edərək cavab tapmağa çalışırlar. Belə deyək də, hər hansı bir ssenari verirlər. Məsələn, tutaq ki, yad planetli yer kürəsini səyahət edir, ziyarət edir. Buradakı insanları müşahidə gələn yad planetli kitabxanada hər hansı bir şəxsdən söhbət edir və yad planetli kitabxanada gəzişərkən dünya müharibəsi haqqında bir kitab, belə deyək də, sataşır gözünə və başlayır bununla bağlı sual verməyə. Ki, müharibə nədir? Niyə insanlar bir-birini müharibə elan edir? Və yaxud da müharibədə kimin qalib, kimin məğlub olduğunu necə müəyyənləşdirirsiniz? Bu müharibələr gələcək nəsil üçün necə bir miras qoyur? Bu şəkildə bir ssenari hazırlamaq olar
Hətta şagirdlərin özləri belə ssenari hazırlayaraq yoldaşlarına suallar ünvanlaya bilər. Yəni yad planetlər üçün səyahət turu dediyimiz zaman, yəni bir ssenari nəzərdə tutulur. Tutaq ki, belə bir yad planetlər üçün bir ssenari eee, qururam və bunun əsasında şagirdlər və yaxud da suallar verilir və müzakirə aparılır bu suallar ətrafında. Bu nədir? Bu olacaq yad planetlər üçün səyahət turu. Növbəti texnika tənqidi təfəkkürü formalaşdıran digər bir texnika fakt yoxsa fikirdir. Fakt yoxsa fikir nədir? Bunlar arasındakı fərq nədir? Ümumiyyətlə fakt obyektiv fakt və subyektiv fikir haqqındadır. Yəni fakt obyektiv reallıqdan onun doğru və ya yanlış olduğunu sübut etmək mümkündür. Fikir isə hisslərin və ya mövqeyin ifadəsidir. Onun səhv və ya doğru olduğunu sübut etmək üçün arqumentlər gətirmək və əsaslandırmaq lazımdır. Deməli, fakt yoxsa fikir? Fakt obyektiv reallıqdır. Fikir isə bizim düşüncələrimiz, mövqeyimizdir. Bunun üçün də müəyyən arqumentlər, əsaslandırmalar gətirməliyik. Məsələn, buna necə nümunə göstərə bilərik? Fakt olaraq deyə bilərik ki, son 100 ildə yer kürəsinin orta temperaturu təxminən 1,1 dərəcə artıb. Və fikir bildirirəm bununla bağlı. İqlim dəyişikliklərinin qarşısını almaq üçün kömür və neftdən istifadəni dərhal qadağan etmək lazımdır. Fakt nədir? Reallıq nədir burada? Reallıq odur ki, son 100 ildə yer kürəsində orta temperaturun artmasıdır. Artıq buradakı mənim dediyim fikir isə mənim öz düşüncələrimdir və buna gətirəcəyim müəyyən sübut, arqumentlər, əsaslandırmalar olur. Düzdür? Deməli, fakt reallıqdır, fikir isə mənim mövqeyimdir. Buna bir neçə əlavə nümunələr də deyə bilərik. Məsələn, deyə bilərik ki, faktla bağlı. Məsələn, deyə bilərik ki, Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə hər il təxminən 7 milyon insan hava çirkliliyi səbəbindən erkən ölüm yaşayır. Bu nədir? Bir reallıqdır da, düzdürmü? Bu fakt olacaq. Və mən deyirəm ki, düşünürəm hava çirkliliyi insanların sağlamlığına ciddi zərər verir. Bu isə nədir? Fikirdir. Yəni mənim mövqeyim, mənim bu mövzuya olan münasibətimdir. Deməli, fakt reallıqdır, fikir isə hisslərin və ya mövqeyin ifadəsidir. Keçid edək növbəti texnikaya. Gəlin bunu müzakirə edək texnikasıdır. Gəlin bunu müzakirə edək texnikasında bir müzakirə mövzusu qoyulur, amma bu müzakirə mövzusu digər müzakirə mövzularından fərqi odur ki, əxlaq və mənəviyyatla bağlı olur. Əxlaq və mənəviyyatla bağlı bir mövzu seçirik və onun ətrafında müzakirə aparırıq və şagirdlərə müəyyən variantlarla bircə təqdim olunur bu məsələ və şagird ona təqdim olunmuş situasiyada cavab seçməli və həmçinin seçdiyi cavabı əsaslandırmalıdır. Məsələn, müzakirə mövzumuz belə ola bilər. Bəzi hallarda yalan danışmaq doğrudan qəbul edilə bilər. Bu nədir? Yalan danışmaq bir əxlaq, mənəviyyatla bağlı olan bir mövzudur. Düzdür? Mən belə bir müzakirə mövzusu qoyuram və variantlar təqdim edirəm. A variantında deyirəm ki, bəli, bəzi hallarda yalan danışmaq zəruridir, kiminsə hisslərini qorumaq üçün, məsələn, xətrinə dəyməmək, təhlükəli vəziyyətdən çıxmaq üçün, insanları panikadan qorumaq üçün. Bu bir variantdır. B variantında deyirəm ki, xeyr, yalan danışmaq heç bir halda qəbul edilə bilməz. Düzgünlük əxlaqi dəyərdir və situasiyadan asılı olmamalıdır. Kiçik yalanlar belə etibarın itirilməsinə səbəb olur. Yalan qısa müddətli fayda versə də uzun müddətli zərərlər yaradır. Diqqət eləyirsinizsə, müzakirə mövzusunda variantlar verilir və həmin variantlarda cavablara əsasən əsaslandırmalar da gətirilir. C variantında yalanın məqsədinə görə qiymətləndirmək lazımdır. Məsələn, necə? Yəni, ağ yalan var, qara yalan var. Yəni, buna əsasən qiymətləndirə aparmalıyıq. Məqsəd xeyirli və zərərsizdirsə, bəzən yalanın qəbul edilə biləcəyini düşünülə bilər və digər bir variant, D variantı, yalan danışmaq problemi həll etmir, sadəcə təxirə salır. Deməli, müzakirə mövzumuz əxlaq və mənəviyyatla bağlı olan yalan haqqındadır və bununla bağlı şagirdlərə bir neçə variant təqdim olunur və şagirdlər bu variantlara əsasən yəni variantlardan birini seçirlər və nə üçün bu variantı seçdiklərini də əsaslandırırlar. Bu da şagirdlərdə nədir? Tənqidi düşüncəni formalaşdırır. Bu da nə ilə bağlıdır? Yenə əxlaq və mənəviyyatla bağlı. Gəlin bunu müzakirə edək texnikası idi bu.
Növbəti texnika nə baş verərdi? Nə baş verərdi də şagirdlərin kreativ düşünməsinə, problemə fərqli yanaşmalarına, dünyaya yeni yollardan baxmalarına şərait yaratmaq üçün dizayn olunmuşdur. Məsəl üçün, nə baş verərdi? Əgər dünyanın heç bir yerində kompüter, tablet və ya telefonlar olmasaydı nə baş verərdi? Və yaxud günəş olmasaydı nə baş verərdi? İşıq olmasaydı nə edərdik? Əgər bütün heyvanlar birdən-birə bizlə öz dillərində danışmağa başlasaydılar, nə baş verərdi? Və yaxud əgər ən yaxın dostunuzun super gücə malik olduğunu öyrənsəydiniz, nə edərsiniz? Yəni baxın, demək olar ki, daha çox əgərlə başlayan və nə edərdik, nə baş verərdi elə bitən suallardır. Burada biraz da demək olar ki, absurd suallar da verilə bilər. Bax, bunlar da nədir? Şagirddə tənqidi düşüncəni formalaşdırmağa kömək edir. Nə baş verərdi? Çünki mən bu sualları cavablandırdıqca əsaslandırmalar da gətirəcəm ki, bu da tənqidi təfəkkürü formalaşdırır. Növbəti texnika qaydalar. Qaydalar var. Qayda və qanunların əsas funksiyasını həyatda bizə istiqamət vermək, bizi qorumaq, asayişi təmin etmək olduğunu şagirdlərə çatdırırıq. Sonra onlara bildiririk ki, dünyada hamının riayət etməli olduğu 3 qaydanı müəyyənləşdirməlidirlər. Yəni şagirdlər deyirik ki, elə bir qaydalar müəyyənləşdirin ki, 3 dənə qayda. Bunu dünyada hamı riayət etsin. Və şagirdlər də o 3 qaydanı seçirlər və nə üçün bu qaydaların seçdiklərini də əsaslandırırlar. Məsələn, tutaq ki, bir qayda seçib deyirəm ki, mən bu qaydanı seçərdim, çünki başlayıram əsaslandırmağa. Məsələn, buna aid bir nümunə var. Şagirdlərdən biri sülhlə bağlı 3 qayda müəyyənləşdirir. Birinci qayda budur: qadınlara və uşaqlara toxunma. Bu bizim ilk qaydamızdır və çünki yəni bu qaydanı seçirəm, yəni qadınlara və uşaqlara toxunma. Bu qaydanı seçirəm çünki müharibə və zorakılığın ən ağır yükünü hər zaman müdafiəsiz insanlar daşıyır. Heç bir səbəb qadına və uşağa zərər verməyə haqq qazandıra bilməz. Yəni qaydamı seçdim, əsaslandırdım. İkinci qaydam: silahsız insana güc göstərmə. Çünki zorakılığın ən çirkin forması özünü müdafiə edə bilməyən insana qarşı edilən gücdür. Və üçüncü qaydam bununla bağlı: təhqir etmə. Heç kim sözdən yaralanmağa haqq etmir. Çünki düşmənçilik çox vaxt silahdan yox, dildən başlayır. Bir cəmiyyətin içində sülhün ilk addımı hörmətli dildir. Təhqir azaldıqda emosional zorakılıq yox olur, emosional zorakılıq yox olanda fiziki zorakılığa ehtiyac qalmır. Diqqət etdinizsə, qaydalar müəyyən edildi və o qaydaları seçmə səbəblərimizi əsaslandırdıq. Bu da tənqidi təfəkkürü formalaşdırır və sonuncu, 8-ci seçim etmək texnikasıdır. Bu nədir bəs? Həyatda lazım olan bacarıqlardan biri də insanın ehtiyacları ilə istəkləri arasında balansı qoruya bilməsidir. Çünki insan onun üçün lazım olan prioritetləri müəyyənləşdirə bilməlidir. Yəni seçim etmə bizim həyatımızda həmişə o ikiləmlər olur. Bir şey almaq istədiyimizdə və bir addım atmaq istədiyimizdə, seçimlərimizdə həmişə iki tərəfli yanaşırıq. Yəni buna mənim ehtiyacım varmı, yoxmu və yaxud da bunu mən istəyirəm, yoxsa istəmirəm. Yəni ehtiyacdan edirəm, yoxsa istəkdən edirəm. Bax, bu seçim etməkdir. Məsələn, müəllim şagirdlərə mobil telefondan istifadə bizim ehtiyacımızdır, yoxsa istəyimizdir mövzusunda tapşırıq verir. Şagirdlər də bunun ətrafında fikirlərini, münasibətlərini bildirirlər. Məsələn, deyirlər ki, düşünürəm ki, telefona ehtiyacım var, çünki əsaslandırma artıq gətirirəm ki, çünki dərslərimi edirəm, çünki araşdırmalar aparıram və s. İkinci seçimdə düşünürəm ki, telefon istəyimdir. Çünki yaşıdlarımın hamısında telefon var, məndə də olsun istəyirəm. Çünki müasir dövr texnologiya dövrüdür, hamı istifadə edir, mən də istəyirəm olsun. Bu artıq istəkdən yaranan fikirlərdir. Yəni ehtiyacım yoxdur, amma olsun düşüncəsidir və təbii ki, seçimi etdiyim zaman nə üçün bu seçimi etdim, onu əsaslandırıram. Əsaslandırdığım zaman yenə mənim tənqidi düşüncə bacarığım formalaşacaq. Ehtiyacımdır
başlayıram nəyə görə ehtiyacım olduğunu əsaslandırmağa, istəyimdir, başlayıram onu əsaslandırmağa ki, nəyə görə istəyimdir. Məsələn, nümunə, əgər sənin məktəb çantan istifadəyə yararlıdırsa və buna baxmayaraq sən valideynlərindən yeni dəbdə olan məktəb çantası almalarını xahiş edirsənsə, bu zaman bu istək adlanır. Yəni zaten bu çantam var, düzdür? Sən əgər çantan ola-ola valideynlərin yeni çanta istəyirsənsə, bu istəkdir. Amma sənin məktəb çantan istifadəyə yararsızdırsa və valideynlərin sənə yeni çanta alırsa, bu zaman bu ehtiyac adlanır. Yəni artıq mənim çantam yoxdur, cırılıbdır və yaxud da pis vəziyyətdədir, yararsızdır. Valideynlərim də alır, çünki buna ehtiyacım var. Yoxdur axı mənim məktəbə aparmağa çantam. Bu artıq ehtiyacdır. Ehtiyacdan alırlar. Baxın, ehtiyac və istəyin fərqi də budur. Bu isə seçim etməyə aiddir. Deməli, bunlar tənqidi təfəkkürü formalaşdıran 8 texnikadır. Tənqidi təfəkkür haqqında ətraflı məlumat verdim sizlərə müəllimlər. Bildirdik ki, tənqidi təfəkkür deyəndə nə nəzərdə tutulur? Bugün idrak taksonomiyasının da təhlil və dəyərləndirmə mərhələsi tənqidi təfəkkürə uyğun gəlir. Bunu da qeyd edin. Keçid edək növbəti suallara. Təbii ki, təhlil etmə mərhələsi bəzi hallarda məntiqi təfəkkürə də uyğun ola bilər, amma təbii ki, daha çox yuxarı təfəkkür səviyyəsi olduğu üçün tənqidi təfəkkürə uyğundur. Növbəti təfəkkür növümüz yaradıcı təfəkkürdür. Yaradıcı təfəkkür ən üst səviyyədə dedik, ən yüksək təfəkkür növüdür. Yəni bundan o tərəfi yoxdur da, belə deyək. Yəni ən üstün olanı yaradıcı təfəkkürdür. Nədir yaradıcı təfəkkür? Yaradıcı təfəkkür kreativ düşünmə, əşyalara, hadisələrə, problemlərin həllinə, yeni və fərqli nöqteyi nəzərdən baxmağa, bir növ çərçivədən kənara düşünməyə kömək edən idrak prosesidir. Ümumiyyətlə, zaten təfəkkür idraki prosesdir və yaradıcı təfəkkür də bu cür bir idraki prosesdir. Kreativ düşünmədir, yaradıcı düşünmədir. Yaradıcı təfəkkür təbii ki, yalnız istedadla bağlı deyil. Bunu biz istedadla bağlaya bilmərik ki, ancaq istedadlı insanlar yaradıcıdır. Xeyr, bu belə olmaya da bilər. Və bu elə bir düşüncə tərzidir ki, müxtəlif situasiyalarda fərqli nəticələrə, problemin fərqli şəkildə həll etməsinə şərait yaradır. Yəni yaradıcı təfəkkür deyirik ki, istedadla bağlı deyil. Problemləri fərqli şəkildə aradan qaldırmağımıza yaradıcı təfəkkür kömək edir. Yaradıcı təfəkkürdə, yaradıcı düşüncədə 2 cür yanaşma var müəllimlər. Hansı yanaşmalardır bunlar? Böyük K və kiçik K. Yəni 2K. K nədir? Kreativlik deməkdir. 2K yanaşması, kiçik K və böyük K. İndi gəlin görək kiçik K nədir, böyük K nədir? Kiçik K müəllimlər gündəlik həyatda çox da böyük olmayan, amma yenilikçi fikirləri özündə əks etdirən kreativ yanaşmadır. Kiçik K-ya nələr daxildir? Yəni kiçik K-ya daha çox bizim özümüzü, əhval-ruhiyyəmizi, bir növ özümüzü məmnun etməyə çalışaraq etdiyimiz yaradıcılıqlardır. Yəni həyatımıza bir rəng qataq deyə etdiyimiz yaradıcılıqlardır. Məsələn, buna bir rəflərimizin fərqli şəkildə düzülməsi və yaxud da süfrənin fərqli şəkildə bəzədilməsi və yaxud da bəzən paltarlarımıza, geyimlərimizə müəyyən fərqli dizaynlar veririk. Məsələn, bir köynəyimizin üzərinə bir gül düzəldib yəni sancaqla bərkidirik və yaxud da saçımıza fərqli bir aksesuar düzəldərək saçımıza həmin aksesuarı taxırıq. Yəni bilirsiniz necədir? Bu cür yaradıcılıqlar kiçik yaradıcılıqlardır və bu yaradıcılıqlar ancaq özümüzə aid. Yəni özümüzü məmnun etməyimizə aiddir. Yəni mən bunu edirəm, amma bu mənə xoşdur. Məsələn, geyimimə fərqli dizayn verirəm. Uzun ətəyimin kəsərək qısa ətək eləyirəm və yaxud da uzun qollu köynəyimin qolunu qısa kəsdirərək o şəkildə geyinirəm. Yəni geyimlərimizə fərqli dizaynlar verməyimiz, evdə əşyaların yerini dəyişərək fərqli şəkildə, məsələn, pərdəni fərqli şəkildə asmağımız olsun və yaxud da yenə də deyirəm, kiçik orqanizmlərin yaradılması olsun. Bunlar kiçik yaradıcılıqlardır. Yəni bu ancaq mənə xoşdur. Yəqin ki, fikrim aydın oldu.
Bəs böyük K nədir deyirsinizsə, böyük K artıq daha böyük kreativ yanaşmadır, daha böyük yeniliklərdir, çərçivədən, kənara çıxmaqdır, daha ciddi yeniliklərdir. Hansı ki, bu yeniliklər insanların, cəmiyyətin inkişafına, yəni, cəmiyyətin inkişafına xidmət edir, faydası daha çoxdur, cəmiyyət üçün faydalıdır. Bax, bunlar nədir? Böyük K-dır. Kiçik K ancaq özümü məmnun etdiyim yeniliklərdir. Böyük K isə cəmiyyət üçün, insanlıq üçün vacib olan yeniliklərdir. Məsələn, raketdir, süni peçlərin yaradılmasıdır, infeksion xəstəliklərə qarşı peyvəndlərin icad edilməsidir. Məsələn, adi soyuducunun kəşfi və yaxud da paltaryuyanın kəşfi, bunlar da böyük K-ya aiddir. Çünki soyuducu mən yaratmıram ki, bu özüm məsələn bu gün əhvalım yaxşı olsun deyə mən soyuducu ixtira etmirəm ki, düzdürmü? Yəni bu kiçik K deyil, bu böyük K-ya aiddir. Yəni cəmiyyətə faydası olan yeniliklərdir. Hansı ki, bu insanlıq üçün faydası olan yeniliklərdir ki, bunlar isə böyük K-ya aiddir. Daha sonra yaradıcı təfəkkürdə nə var? Yaradıcı düşünmə bacarığının fəaliyyətinə və onların fəaliyyətinin reallaşmasının yolları var. Yəni yaradıcı düşüncəni formalaşdırmağın yolları var. Yaradıcı düşüncəni formalaşdırmağın yolları hansılardır müəllimlər? Əlaqənin yaradılması var. Daha sonra var idi əlaqənin yaradılması, var idi sual vermək, müşahidə etmək, bir də təcrübə. Yəni təcrübə aparmaq. Bu 4 dənə yaradıcı düşünmə bacarığını reallaşdırmağın yollarıdır. Yenə də deyirəm, yaradıcı düşünmə bacarığını reallaşdırmağın yolları əlaqənin yaradılmasıdır, sual verməkdir, müşahidə etmək və təcrübə aparmaqdır. Əlaqənin yaradılması nədir? Əlaqənin yaradılması odur ki, hər hansı məsələn əşyalar arasında məsələn tutaq ki, bir əşya ayrı-ayrılıqda zaten bir yaradıcılıqdır, amma onları əlaqələndirərək yeni bir əşya ortaya çıxardıram ki, bu nədir? Əlaqənin yaradılması. Məsələn, təkərləkli çamadan. Çamadan ayrı bir yaradıcılıqdır, təkər ayrı bir yaradıcılıqdır, amma onları əlaqələndirərək biz təkərli çamadan yaradılıbdır, düzdür? Daha sonra, məsələn, daraqlı fen. Daraq ayrı bir əşyadır, yaradıcılıq, yəni yaradılmış əşyadır. Fen ayrı bir yaradıcı əşyadır, yəni ixtira olunubdur fendə. Bu ikisi birləşdirilərək, əlaqələndirilərək daraqlı fen yaradılıbdır. Eləcə də pozanlı qələmlər və yaxud da pozanlı karandaşlar. Məsələn, elə pozanlı qələm deyək. Qələm əvvəl var idi. Biz yəni əvvəllər nə idi? Ancaq qələm idi və yaxud da ancaq pozan idi. Bunlar ayrı-ayrı əşyalar idi. Amma daha sonra onları əlaqələndirərək bir əşya yaratdılar. Pozanlı qələm və yaxud da pozanlı karandaş. Bu da nədir? Əlaqənin yaradılmasına aiddir. Bu cür yaradıcılıqlar əlaqənin yaradılmasıdır. Sual vermək. İkinci, yaradıcı düşünməni formalaşdırmağın, reallaşdırmağın yollarından biri də sual verməkdir. Ümumiyyətlə, yaradıcı düşünən insan daim suallar verir. Daim axtarışdadır, daim suallar verir. Bu cür insanlar yenilikçi insanlardır, daim axtarışda olan insanlardır. Məsələn, mən bu məsələni başqa cür necə həll edə bilərəm? Mən nə üçün bu məsələni başqaları kimi həll etməliyəm? Yəni artıq mən yenilik ortaya qoymaq üçün, daha yaradıcı fikirlər ortaya qoymaq üçün bu cür suallar verirəm ki, hansı ki bu suallar mənim yaradıcı düşüncəmin reallaşmasına kömək eləyəcək. Bu ikinci yoludur. Üçüncü yol müşahidə etməkdir. Yaradıcı təfəkkürdə müşahidə etmək nədir? Yaradıcı düşünən insan ətraf aləmi, insanları daima müşahidə edir, gördüklərini, eşitdiklərini, oxuduqlarını təhlil edir, nəticə çıxarır. Bu yolla da problemin həllində səmərəli çıxış yolu tapa bilər. Müşahidə etmək odur ki, müəllimlər, ümumiləşdirək fikrimizi, başqalarını və yaxud da daha təcrübəli insanların bəzən həyatlarını müşahidə edərək öz həyatımızda da problemlərə onlar kimi yaradıcı düşünməyə çalışırıq. Məsələn, Elon Musk kimi, belə deyək də, bu cür insanların, bu cür yaradıcı insanların həyatlarını müşahidə edərək biz də öz həyatımızda yeni bir səhifə açmağa, yeni bir ideyalar ortaya qoymağa çalışırıq ki, bu müşahidə etməyə aiddir. Və yaxud da başqa cür deyək, məsələn, baxıram ki, sinif yoldaşım və yaxud da dostum dərslərə daim vaxtında hazırlıqlı gəlir, daim planlı çalışır və mən onun həyatını müşahidə edirəm ki, o necə edir?
bu qədər çox problemlərin içində, çox işlərin içərisində bunları həll edə bilir. Və onun həyatını müşahidə edirəm, təhlil edirəm və bundan özümə nəticələr çıxardaraq öz həyatımda çox problemləri daha səmərəli yolla həll etməyə çalışıram. Bu nəyə aid olacaq? Müşahidə etməyə aid olacaq. Daha çox daha yaradıcı insanların həyatlarını müşahidə edərək öz həyatımızdakı problemlərə həll yolu tapmaq deməkdir. Və təcrübə aparmaq nədir? Yaradıcı düşünən insan yenilikləri sınaqdan keçirməlidir, tədbirli risklər almalıdır, uğursuzluğa təkmilləşmək və inkişaf etmək gözü ilə baxmalıdır. Yəni risk etmək, amma necə bir risk? Tədbirli risk. Bilirsiniz necədir? Məsələn, yaradıcı insan deyirik ki, yeniliklər sınaqdan keçirməli. Məsələn, mən bu günləri nəsə yaradıcı bir ixtiram var, nəsə düzəltmişəmsə, bunu təcrübədən, sınaqdan keçirməliyəm. Bu bir dəfə alınmaya bilər. Amma necə deyərlər, pes etmirəm. İkinci dəfə yenə cəhd edirəm onu düzəltməyə. İkinci dəfə də alınmaya bilər. Üçüncü dəfə yenə risk edirəm. Yəni bilirsiniz necədir? Ümumiyyətlə iş dünyasında da diqqət etsək, uğur qazanan insanlar daim etdikləri yenilikləri təcrübələrdən, sınaqlardan keçirərək o uğura gəlib çatıbdılar. Məsələn, bir dəfə edibdilər, məsələn, tutaq ki, bir mühəndis mi deyim və yaxud da bir biznes işi quran mı deyim, yeni bir fikir, yeni bir ideya ortaya qoyur, yeni bir layihə irəli sürür. O ideyasını sınaqdan keçirir. Bu ideya bir dəfə uğursuz olur. Pes etmir, ikinci dəfə bir də o ideyanı reallaşdırmağa çalışır fərqli şəkildə. İkinci dəfə də bəlkə də uğursuzluqla rastlaşır. Üçüncü dəfə sınaqdan keçirir. Ta ki, o uğuru əldə edənə qədər o ideyalarını təcrübələrdən keçirərək, hər təcrübəsində yeni bir şey öyrənərək, yeni bir ideyalar əlavə edərək o uğura doğru gedir. Düzdür? Bax, bu yaradıcı təfəkkürü formalaşdırmağın yollarından biridir. Təcrübə aparmaq, sınaqdan keçirmək. Daha sonra yaradıcı təfəkkürdə başqa nəyi bilməliyik? Sinifdə şagirdlərdə nə üçün yaradıcı mühit formalaşdırmalıdır? Ümumiyyətlə səmərəli öyrənmə mühiti dərsi daha maraqlı, interaktiv etmək üçün özündə yaradıcılıq elementlərini də daşımalıdır. Biz yəni səmərəli öyrənmə mühiti qurmaq istəyiriksə, şagirdlərin maraq və tələbatlarını nəzərə almalıyıq və onlarda yaradıcı düşüncəni formalaşdıracaq yollar müəyyənləşdirməliyik. Yaradıcı sinif mühitində formalaşan şagird yeniliklərə, öyrənməyə açıq olur əvvəla. Yəni belə sinif mühitində təhsil alan şagirddə həmişə açıq düşüncə, inkişafa açıq düşüncə tərzi formalaşır. Daha sonra yaradıcı siniflər şagirdlərə əylənərək öyrənmə imkanı verir. Bu da şagirdlərin dərsdə ən sevdiyi nüanslardan biridir. Məncə ən maraqlı da belədir. Şagirdləri yaradıcı fikirlər təklif etməyə sövq etmək lazımdır. Bu zaman onların təkliflərini neqativ şəkildə qarşılamaq olmaz. Çünki şagirdlərin növbəti addımda yeni təkliflər irəli sürməyin qarşısını ala bilər. Yəni tutaq ki, uşaq bir fikir deyir, yaradıcı fikir. Mən ona gülməli baxıram. Yəni neqativ fikir bildirəm ki, yox, sənin ideyan pisdir, lazımsızdır, gülməlidir. Belə deməməliyik. Yəni bu onun fikirləridir, bu onun düşüncəsidir. Yəni hər bir o təklifə müsbət yanaşma göstərməliyik ki, uşaqlar yenə də bu addımları təkrar ata bilsinlər. Sonra ənənəvi sinif mühitindən fərqli olaraq kreativ siniflər şagirdlərə özlərini ifadə etmə imkanı verir. Təbii olaraq. Özünü yaradıcı şəkildə ifadə etmək şagirdlərin emosional inkişafı üçün də vacibdir. Yaradıcı düşüncənin aşağı siniflərdə formalaşdırılması lazımdır ki, şagirdlər zamanla məsələləri fərqli perspektivlərdən baxmaq öyrənsinlər. Yəni yaradıcı düşüncə deyə bilmərik ki, ancaq yuxarı siniflərdə formalaşdırmalıdır. Xeyr, aşağı siniflərdən formalaşdırmağa başlamalıdır ki, daha da inkişafa doğru getsin. Yaradıcı şagirdlərdə hipotetik, yəni xəyali düşünmə qabiliyyətləri artır. Buna görə də sinif fəaliyyətlərində açıq tipli sualların, qrup fəaliyyətlərinin, əqli hücum və debatların əhəmiyyəti böyükdür. Doğrudur bu. Yəni açıq tipli suallar şagirdlərin yaradıcı təfəkkürünün daha çox formalaşmasına kömək eləyir. Nəinki qapalı tipli suallar. Və yaradıcı təfəkkür şagirdlərin problem həll etmə bacarıqlarını da artırır. Deməli, sinifdə səmərəli öyrənmə mühiti qurmaq istəyiriksə, yaradıcı mühiti formalaşdırmalıyıq həmin sinifdə ki, səmərəli öyrənmə mühiti də qura bilək.
Və, yaradıcı təfəkkürü inkişaf etdirmək üçün müəllim hansı texnikalardan istifadə edə bilər? Biz az öncə yaradıcı təfəkkürü reallaşdırmağın yollarından bəhs etdik. Bunlar əlaqənin yaradılması idi, sual vermək, müşahidə etmək və təcrübə aparmaq idi. Bunlar yolları idi, reallaşdırmağın yolları. İndi isə biz müəllimin hansı texnikalardan istifadə edə bilər, yaradıcı təfəkkürü inkişaf etdirmək üçün onlardan bəhs edəcəyik. Bunlardan birincisi beyin həmləsidir. Beyin həmləsini biz iş üsullarında daha ətraflı öyrənəcəyik. Hər hansı bir məsələnin həlli üçün müxtəlif yanaşmaların irəli sürülməsi deməkdir, beyin həmləsi. Tutaq ki, bir problemli bir situasiya verirəm şagirdlərə və o problemli situasiyadan çıxış yolu üçün hər bir şagird öz kreativ ideyasını, öz kreativ fikirlərini söyləyir və bütün şagirdlərin fikirlərinə çıxış yolu kimi baxırıq. Yəni hər bir fikri dəyərləndiririk, yəni qeyd edirik və onlar içərisində seçimlər edirik. Bax bu nədir? Beyin həmləsidir. Bu da yaradıcı düşüncəni formalaşdırır şagirdlərdə. İkinci 4-1 KH üsuludur. 4-1 KH həm tənqidi təfəkkürü formalaşdırır, həm də yaradıcı təfəkkürü formalaşdırır. Yaradıcı təfəkkürü də bu şəkildə formalaşdırır ki, layihələr nədir? Yaradıcılıq tələb edir. Layihələrin yazılmasında, problemin həllinin ortaya çıxarılmasına şərait yaradır. Suallar verməklə həll yolunu tapmaq üçün bu üsul çox faydalıdır. Biz hansı ki, az öncə də sual verməkdən bəhs elədik yaradıcı təfəkkürdə. 4-1 KH-ın suallarına əsasən də biz yaradıcı təfəkkürü formalaşdıra bilərik. Üçüncü analogiyanın tapılmasıdır. Analogiya nədir? Oxşar və fərqli cəhətlərin tapılması, yeni ideyaların yaranmasıdır. Bu nə deməkdir? Yaradıcı təfəkkürdə analogiya dediyimiz zaman oxşarlıqların olması deməkdir. Məsələn, quşun qanadlarına əsasən təyyarənin yaradılması kimi. Baxın, quşun qanadı və təyyarənin qanadı oxşarlıqdır və amma yaradıcı bir oxşarlıqdır. Cırcırımaya əsasən vertolyotun yaradılması. Yəni buna bir çox əslində nümunə göstərə bilərik bu cür yaradıcılıqlara. Çünki daha çoxdur. Məsəl üçün buna nə deyə bilərik? Məsələn, yarasaya əsasən radarın yaradılması, sonra kalmarlara əsasən raketin yaradılması və bu cür oxşarlıq əsasən yaradılan ixtiralar analogiyanın tapılmasına aiddir. Və əşyaların qeyri-adi istifadəsi bir əşyadan müxtəlif üsullar üçün istifadə etməyə şərait yaradır. Hər hansı bir məsələn ayaqqabı qutusundan bir orqanizr düzəldə bilərik və yaxud da qələmdən saç deyir tokası kimi, necə deyə, saçımızı bağlamaq üçün istifadə edə bilərik. Yəni müxtəlif əşyalardan fərqli şəkildə istifadə edə bilməyimiz deməkdir. Buna bir çox nümunə göstərə bilərik. Bu sadaladıqlarım sadəcə olaraq bir neçəsidir. Fərqli əşyalardan fərqli şəkildə istifadə etmək olar. Bu da yaradıcı təfəkkürü formalaşdıran texnikalardan biridir. Deməli, texnikalarımız sayısılar oldu. Beyin həmləsi, 4-1 KH, analogiyanın tapılması və əşyaların qeyri-adi istifadəsi. Və yaradıcı təfəkkürdə nəyi bilməliyik? Problem həll etmə texnikasını. Yaradıcı təfəkkürdə problem həll etmə texnikası nədir? Problem həll etmə texnikasında 5 mərhələ var. Hansı mərhələdə? İlk olaraq biz problemi müəyyənləşdirməliyik. Yəni biz ortaya çıxan, yəni ilk addımda həmin o problemin diaqnozunu qurmalıyıq ki, məsələn, problem nədən ibarətdir? Bizim problemimiz nədir? Bu problemi müəyyənləşdirdik. İkinci addımda biz həmin problemi həlli yolunu planlamalıyıq. Yəni həmin problemi ortaya çıxartdıq ki, problemimiz budur və ikinci mərhələdə həmin problemin həll etmək üçün bir plan qururuq. Daha sonra üçüncü addımda həmin o problemin həll yolunu həyata keçirilməsidir. Yəni həll yolunu planladım və artıq planı nə edirəm? Həyata keçirdirəm. Dördüncü addımda həyata keçirdiyim o planı dəyərləndirirəm. Yəni o prosesi nə edirəm? Dəyərləndirilməsini aparıram. Yəni nəticələrini qiymətləndirirəm, nə baş verdi, necə oldu və yaxud da həmin o plan nə qədər ağlabatandır, nə qədər doğrudur. Yəni bu problemin dəyərləndirilməsini, qiymətləndirməsini aparıram və 5-ci addımda artıq qiymətləndirmədir. Yəni
Şagirdlər arasında problem həll etmə bacarıqlarını effektiv şəkildə qiymətləndirirəm və inkişaf etdirmək üçün də həm summativ, həm də formativ qiymətləndirmədən istifadə edə bilərəm. Bu isə qiymətləndirmə olan hissəsidir. Bu problem həll etmənin texnikalarıdır. Bir də təkrarlayıram. İlk olaraq problemi müəyyənləşdiririk, sonra onun həll yolunu planlayırıq, daha sonra planı həyata keçiririk, daha sonra prosesi dəyərləndirib və son olaraq isə qiymətləndiririk. Bu nədir? Problem həll etmə texnikasıdır. Bugünkü mövzumuz bu qədər. Müəllimlər, bu günləri tənqidi və yaradıcı təfəkkürü öyrəndik. Məntiqi təfəkkür haqqında da ötən dərsimizdə məlumat vermişdik. Növbəti dərsdə görüşərik. Hələlik.